Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Bugün sizlərə leksika bölməsindən frazeoloji birləşmələr bəhsini izah edəcəm. Yəni qarşımıza çıxan testlərdə nəyə fikir vermək lazımdır, hansı məqamlara diqqət edəcəyik. Məsələn, frazeoloji birləşmələrdə də amonimlik, sinonimlik, antonimlik var. Burada nəyə diqqət edəcəyik, hansı məqamlara xüsusi diqqət etmək lazımdır ki, testlərdə qarşımıza çıxan situasiyalardan rahat nədir, düzgün cavab yazaraq çıxa bilək. Başlayaq görək ümumiyyətlə frazeoloji birləşmə nədir, nə üçün bunlara frazeoloji birləşmələr deyirlər və s. bu kimi xüsusiyyətləri bir-bir sadalayaq. Ümumiyyətlə dilimizdə iki cür birləşmə var. Birinizdə söz birləşməsi olaraq iki cür birləşmə var. Bir var sabit söz birləşmələri, bir də var sərbəst söz birləşmələri. Sərbəst, yəni bunların adından mənaya baxaq, sabit dəyişməz deməkdir. Dəyişməz. Sərbəst isə dəyişər, yəni tərəfləri dəyişə bilir. Tərəfləri dəyişə bilir. Bizim frazeoloji birləşmələr birinci bölməyə aid, yəni sabit söz birləşmə. Bu nə deməkdir? Tərəfləri dəyişməyən. Bax, burada yazıb ki, frazeoloji birləşmələr tərkibcə dəyişməyən və məcazi mənada işlənən sabit söz birləşmələrdir. Yəni dilimizdəki dediyimiz kimi iki cür söz birləşmələri var. Sərbəst söz birləşmələri, sabit söz birləşmələri. Sərbəst söz birləşmələrini biz sintaks bölməsində ismi və feili birləşmələri adı altında keçirik. Amma sabit söz birləşmələrini isə leksika bölməsində frazeoloji birləşmələr bölməsində nədir keçir? Yadda saxlayırıq ki, bütövlükdə bir leksik mənanı bildirən, yəni tərkibcə dəyişməyən, və məcazi mənada işlənən sabit söz birləşmələrinə frazeoloji birləşmələr deyirlər. Yəni frazeoloji birləşmələr frazeoloji vahidlər də deyirlər, frazeologizmlər də deyirlər, bəzən frazemlər də deyirlər. Bu dilçilikdə bu müxtəlif formalarda nədir? Bunlar adlandırılır. Deməli, söz birləşmələri iki cür oldu, sabit və sərbəst. Sərbəst söz birləşmələri tərəfləri tez-tez dəyişə bilər. Məsələn, kitab oxumaq, dərs oxumaq, şeir oxumaq, düzdür? Amma frazeoloji birləşmə tutaq ki, qulaq asmaq deyəndə, yadda saxlayırıq ki, baxın, qulaq asmaq deyəndə, qulaq asmaq. Yəni bunun tərkibi dəyişməyəndə buradakı bu qulaq və asmaq sözləri dəyişməyəcək. Aydın oldu mu? Başa düşmək dedikdə, başa düşmək. Yəni bunlar tərəfləri dəyişməyən və bir mənanı ifadə edən birləşmələrdir. Həmin o bir mənanı ifadə etmək üçün bu iki söz mütləq lazımdır. Mən bu iki sözü dəyişib həmin mənanı əldə edə bilmərəm. Məsələn, qulaq asmaqda qulağı və yaxud da asmağı dəyişə bilmərəm. Amma kitab oxumaqda, şeir dinləməkdə, filmə baxmaqda bunların tərəflərini asanlıqla dəyişə bilərəm. Tərkibcə dəyişməyən dedikdə budur. Tərkiblərdəki sözlər dəyişmir. Məsələn, bəzən tutaq ki, tərkibindəki qrammatik şəraiti dəyişə bilər. Bu tərkibcə bu formaca dəyişmək sayılır. Məsələn, qulaq asmaq, qulaq asanda, qulaq asan, qulaq asıram, qulaq asacağam, qulaq asmalıyam, qulaq astım və s. Burada tərkibcə dəyişməkdir. Bu formaca dəyişməkdir. Tərkibcə dəyişmək dedikdə tərkibindəki sözlər nədir? Dəyişməlidir. Bunu diqqətlə yadda saxlamaq lazımdır. Frazeoloji birləşmələr iki və ya daha artıq sözdən ibarət olur. Bəli, əsasən ən azı ümumiyyətlə söz birləşməsi iki sözün birləşməsindən yaranır. Mütləq iki söz lazımdır. Mütləq. Yəni bir və ya daha artıq, iki və ya daha artıq deyə bilərik. Yəni yuxarıdakı qulaq asmaq, başa düşmək iki sözdür. Ağzına su alıb oturmaq. Və dörd sözdən ibarət. Düzdür, gözünün oduna almaq. Yəni bu dörd söz birləşib və həqiqi mənalarını itirərək bir məcazi məna tərəfində birləşiblər. Yəni, məsələn, ağzına su alıb oturmaq sakit dayanmaq mənasındadır. Məsələn, gözünün odunu almaq qorxutmaq mənasındadır. Ağzına su alıb oturmaq tutaq ki, danışmamaq mənasında. Düzdür, danışmamaq, yəni susmaq mənasında. Susmaq. Amma gözünün odunu almaq qorxutmaq mənasında. Qorxutmaq. Yəni gördüyümüz kimi bu birləşmənin tərcüməsindəki bütün sözlər öz həqiqi mənalarını itirirlər. Bir vahid məna ətrafında birləşir, onu ifadə edirlər. Məsələn, gözünün odunu almaq qorxutmaq mənasında işlənir. Yəni bir söz ifadə etmək üçün bu üç söz birləşir və öz həqiqi mənalarını itiriblər. Burada nə göz var, nə od var, nə də almaq məsələsi var. Burada da nə su var, nə oturmaq var, nə ağız var və s. Bu susmaq mənasındadır. Yəni bunlar öz həqiqi mənalarını itiriblər. Buradakılar da öz həqiqi mənanı itirib. İki və daha artıq sözdən ibarət olaraq bir mənanı ifadə etmək üçün birləşmə yaranır. Yəni bunlar hamısı dildə hazır şəkildə olur. Mən nitq prosesi zamanı yaranmır. Məsələn, oturub fikirləşib bunu qoşum. Bu dildə hazır olur. Götürüb bundan istifadə edirəm.
hazır materialdır. Ümumiyyətlə sabit söz birləşmələrdə dəyişməzdir. Bunlar artıq şablon ifadələrdir. Durur orada. Lazım olan istifadə edirəm, lazım olan. Amma sərbəst söz birləşməsi nitq prosesinə yarayır. Yəni mən kitab oxuduğum zaman bu prosesə kitab oxuma prosesi deyə bilərəm. Aydın oldu? Yəni bu o şəraitdən ortaya çıxır. Amma frazeoloji birləşmələr dildə hazır şəkildə olur və bu formada da istifadə olunur. Ki bunu da vurğuladı. Onların çoxsunu bir sözlə əvəz edə bilərik. Məsəl üçün, tutaq ki, əlini ağdan qaraya vurmamaq. Əlini ağdan qaraya vurmamaq. Vurmamaq. Yəni bu tənbəllik etməkdir, düzdür? Yəni işləməmək. Tənbəllik etmək. Yəni heç bir iş görməmək. Və s. və s. Məsəl üçün, gözü su içməmək. Tutaq ki, gözü su içməmək. Yəni güvənməmək. Güvənməmək. Yəni bir formada ifadə olunur. Yəni tutaq ki, əl saxlamaq. Əl saxlamaq. Nə deyəcəyik? Dayanmaq. Yəni bunların əksəriyyətinin bir sözlə nədir? Əvəz eləyə bilərik ki, tutaq ki, qara yaxmağa tutaq ki, böhtan atmaq deyə bilərik. Və s. və s. Yəni bunların hamısı tutaq ki, necə ifadə edə bilərik? Məsələn, tutaq ki, canına yatmaq sözünü tutaq ki, başqa formada xoşuna gəlmək mənasında ifadə. Yəni deyil, çoxunu bir sözünə əvəz eləmək olur. Tutaq ki, canına yatmaq bəyənmək mənasında nədir? İfadə eləmək olur və s. və s. Bunu vurğuladıq. Frazeoloji birləşmələrin tərkibinə daxil olan sözlər bütövlükdə bir cümləsi olur və həmin birləşmənin tərkibinə daxil olan sözlər arasında heç bir sintaktik əlaqə olmur. Yəni, yadda saxlayaq ki, bunlar hamısı sabit söz birləşmələri, Ümumiyyətlə bir də sərbəst söz birləşmələri. Bunlar sintaks prosesində cümlə üzrü, sintaktik vəsfə daşıyaraq cümlə üzrünə çıxış eləyə bilirlər. Söz birləşmələrinin əksəriyyəti, istəyir sabit söz birləşməsi, istəyir sərbəst söz. Əksəriyyəti bütövlükdə bir cümlə üzvü olur. İndi birinci növtəyin söz birləşmələri əsasən parçalanır, onu qoyuruq qırağa, amma yerdə qalan demək ki, ismi birləşmə olsun, feili birləşmə olsun, frazeoloji birləşmə olsun, bunlar sintaksdə bir cümlə üzvünə çıxırlar. Amma sərbəst söz birləşməsindən sabit söz birləşməsinin fərqi odur ki, frazeoloji birləşmələr sadə cümlə üzvü olur, sadə cümlə üzvü olurlar, frazeoloji birləşmələr, sadə cümlə üzvü. Amma sərbəst söz birləşmələri isə mürəkkəb cümlə olur ki, o da sintaksin mövzusudur, orada izah olunacaq. Kanalı izlədikcə o kimi mövzuları da izləyə biləcəksiniz. Yəni, frazeoloji birləşmələr dediyimiz kimi onun tərkibinə neçə dənə söz daxil olur olsun, hamısı bir cümlə üzrində çıxış eləyəcək. Məsələn, deyirəm ki, Səidə ağzına su alıb oturmuşdu. Su alıb oturmuşdu. Burada hansılardır? Bax, ağzına su alıb oturmaq. Hamısı bir yerdə oldu feili xəbər. Yəni, bunun tərkibinə nə qədər söz daxil olubsa, hamısı bir yerdə cümlənin olur xəbəri. Yəni, Səidə susmuşdu mənasında. Susmuşdu. Düzdür? Ayşə, görürsünüz, bir dənə sözlə əvəzləyib, onu bir cümlədir kimi göstərə biləm. Və sadə cümlə deyim. Bax, bu kimi xüsusiyyətinə görə sadə cümlədir deyim. Yadda saxlayın ki, əvvəllər frazeoloji birləşmələrə, yəni mürəkkəb feil rahatlıqla deyir. Sonra bir ara dəyişir, yenə də sonda nədir? Mürəkkəb feili aid edilir. Yəni, yadda saxlayaq ki, frazeoloji birləşmələr nitq hissəsi olaraq feil kimi qəbul edirik. Yəni, əsasən feil kimi qəbul edirik və mürəkkəb feillər bölməsinə aiddir. Çünki tərkibində ən azı 2 söz vardır. Mürəkkəb sözün də tərkibində ən az nədir? 2 söz olur. Yəni, burada Səidə nə etmişdi? Susmuşdu. Əsasən xəbər olur. Burada feili xəbər olur. Məsələn, nəyə görə xəbər deyim? Çünki xəbər 2 cür olur. İsmi xəbər var. Bir də var feili xəbər var. Yəni, frazeoloji birləşmələr həm təsriflənən, həm təsriflənməyən forması ola bilir. Yəni, təsriflənən forma normal bildiyimiz feili xəbər, yəni feilin şəkilləri olan feillərə deyirlər. Tutaq ki, xəbər şəklində olan, digər şəkillərdə olanlara deyirik. Düzdür? Təsriflənən feillər nəyə deyirik? Şəxsi və kəmiyyətli dəyişən feillər. Təsriflənən, bir də var təsriflənməyən. Yəni, frazeoloji birləşmələri də biz feil dediyimizə görə, məsələn, bax, dərsə qulaq asıram.
Bəli, buradakı frazol birləşmə təsriflənən şəxsi və kəmiyyətləri dəyişə bilən mən dərsə qulaq asıram. Və buna feili xəbər deyirəm. Amma dərsə qulaq asmaq deyəndə dərsə qulaq asmaq. Burada artıq bu frazol birləşmə təsriflənməyən formada olur. Və bu təsriflənməyən formada olanda frazol birləşmələr həm ismi xəbər ola bilir, həm də digər cümlə üzvləri, mübtəda ola bilir, tamamlıq da ola bilir və s. və s. Hətta qoşmalarla işlənəndə zərflik də ola bilir və s. Məsələn, dərsə qulaq asmaq şagirdin tutaq ki, vəzifəsidir. Nə şagirdin vəzifəsidir? Dərsə qulaq asmaq. Burada frazol birləşmə söz birləşməsinin tərkibindədir. Əsas tərəfidir. Məsdər tərkibinin əsas tərəfidir. Düzdür? Amma məsəl üçün burada dərsə sözünü silsəm və buna mən sadə mübtəda deyə bilərəm. Məsələn, qulaq asmaq şagirdin vəzifəsidir. Nə şagirdin vəzifəsidir? Sadə nədir? Mübtəda olacaq. Amma onun vəzifəsi qulaq asmaqdır və yaxud da dərsə qulaq asmaqdır. Bəli, burada ismi xəbər. Məsələn, tutaq ki, səni görmək üçün gəlmişəm. Burada görürsünüz, normal sərbəst feili birləşmədir, məqsəd zərfləri. Tutaq ki, dərsə qulaq asmaq üçün planşeti əlimə götürdüm. Nə məqsədlə planşeti əlimə götürdüm? Dərsə qulaq asmaq üçün və yaxud da qulaq asmaq üçün götürdüm. Burada qulaq asmaq üçün dedikdə məqsəd zərfliyi rolunda çıxış eləyə bilir. Yəni, yadda saxlayırıq ki, frazoloji birləşmələr təsriflənən formada olanda ancaq feili xəbər olur, təsriflənməyən formada olanda ismi xəbər də ola bilir, mübtəda da ola bilir, tamamlıq da ola bilir, zərflik də ola bilir. Bu formalarda çıxış edə bilir. Təsriflənməyən forma. Amma təsriflənən formada isə yalnız və yalnız feili xəbər mövqeyində çıxış edir. İndi gəlirik birləşmələrin arasına söz daxil edilməsi. Ümumiyyətlə, yuxarıda dedik ki, frazoloji birləşmələr, bəli, tərkibcə dəyişməyən birləşmələrdir. Çox zaman bunların arasına söz daxil olmur. Bəli, bu o deməkdir ki, bunların yaranmasında, yəni o mənada. Məsələn, sabit söz birləşməyən tərəflər arasında nə qədər söz artıra bilərsə. Amma frazoloji birləşmələrdə qayda deyirik ki, bəli, frazoloji birləşmələrin tərkibinə söz daxil etmək mümkün deyil. Amma bəzən üslubi xüsusiyyətə görə, yəni sənətkar orada poetizmi, yəni emosionallıq, ekspresivlik yaratmaq üçün, formalaşdırmaq üçün bəzən belə deyək ki, normadan kənara çıxa bilirik. Məsələn, hər bir bilirsiniz də, hər bir üslubun özünə məxsus norması var. Məsələn, biz qrammatikada keçəndə deyirik ki, bəli, frazol birləşmələrin tərəfləri arasında söz daxil etmək olmur. Amma bəzən kontekstdə, bədii əsərdə görürsünüz ki, müxtəlif versiyalar, müxtəlif situasiyalar sizin qarşına çıxır. Məsələn, qisas almaq frazol birləşmədir. Məsələn, səndən qisas alacağam. Bunu bu formada işlədirəm. Bax, səndən qisas alacağam. Bunu bu formada təhlil edirəm. Kimdən? Səndən. Amma bəzən dediyim kimi obrazlıq, emosional formalaşma qisasımı səndən alacağam. Bu formada cümlə işlənə bilər. Biz belə deyək ki, parçalanan xəbər, yəni parçalanan cümlə üzvü versiyası keçmədiyimiz üçün bu kimi cümlələri parçalamırsınız. Bu formada gedir. Aydın oldu? Bəli. Yəni obrazlıq, emosionallıq, ekspresivlik yaratmaq üçün bəzən situasiyalarda qarşımıza kontekstə görə belə məqamlar çıxa bilər. Bu zaman olanda, bəli, bu söz frazol birləşmənin daxilində işlənir. Yəni arasında qaldığı üçün parçalamayacaqsınız. Bunlar bütövlükdə bir cümlə üzvü yenə də olacaq. Nə olacaq? Feili xəbərdirsə sadə feili xəbər deyəcək. Çünki biz orta məktəb proqramında mürəkkəb feili xəbər deyə termini keçmirik. Ancaq ismi xəbərlər mürəkkəb və sadə cümlə üzvü olur. Yəni son zamanlar ümumiyyətlə cümlə üzvünün quruluşuna çox da toxunmurlar. Amma yadda saxlayın ki, bəli, buna quruluş da tutaq ki, deyə bilərsiniz, müəllim, bəs bunun quruluşu nə olacaq? Feili xəbərsə sadə deyəcək. Çünki orta məktəbdə mürəkkəb feili xəbər termini keçilməyib. İndiyə qədər, indən sonra da vurğulanmayacaq bu formada. Yəni əsasən dediyim kimi frazol birləşmənin tərkibinə söz daxil etmək olmur. Yəni söz daxil etmirik də. Bəzən kontekstə görə mətndə, situasiyada qarşınıza belə məqam çıxa bilər. Məsələn, intiqam almağı da düşünün, intiqamımızı düşməndən alacaq. Bu artıq obrazlı, emosional ifadə nədir? Formada iştirak etmək üçün sənətkar bu priomlardan istifadə edə bilər. Yəni yadda saxlayırıq ki, bəzən kontekstdə frazol birləşmələrin tərəfləri arasında söz daxil edir. Amma bu yenə də burada frazol birləşmənin tərəfləri hansıdır? Qisas almaq. Yəni səndən sözü frazol birləşmənin tərəfi sayılmır ha. Yadda saxlayırıq ki, bəli, buradakı frazol birləşmə neçə sözdən ibarətdir? 2 sözdən. Sadəcə bu söz onun arasına girir və mən sintaktik təhlildə xəbəri parçalamadığım üçün hamısı bir yerdə xəbər rolunda çıxış eləyir. Hətta bəzən olur ki,
Məsəl üçün deyirəm ki, sənin qisasını ondan alacağam. Ondan alacağam. Alacağam. Bax, fikir verin, burada qisasını alacağam frazo birləşmənin tərəfləri. Səndən ondan sözü bunun arasına girdi, parçalanmadı. Bir də var, qisasını, kimin qisasını? Sənin qisasına. Bu da üçüncü növ təyini söz birləşməsini, üçüncü növ təyini söz tərəfləri olduğu üçün parçalanmayacaq və bu da bitişəcək. Və bu cümlə hamısı bir yerdə olur xəbər. Və buna nə deyirik? Tutaq ki, bəli, sadə xəbər deyəcəksiniz. Bəli, feili xəbərdir. Aydın, narahat olmayın. Bu cümlə belə qorxmayın ki, 4-dən 5-dən 50 dənə söz girsə, təsviflənəndirsə bitdi. Dəyişməyəcəksiniz. Sadə nədir? Feili xəbər deyəcəyik. Keçdi. Yəni aydın oldu. Ta ki, bura mən sənin qisasını ondan alacağam. Bəli, cümlənin mübtədası budur. Bu formada götürə bilirik. İndi gəlirik, frazo birləşmələr müxtəlif formalarda ola bilər. Hə, frazo birləşmələr müxtəlif formalar. Sözün müxtəlif forması deyəndə onun tərkibindəki qrammatik şəkilçiyə görə formalaşan şəkilləri nəzərdə tuturuq. Yəni sözün müxtəlif formalar deyəndə qrammatik şəkilçiyə görə dəyişmə məsələsini nəzərdə tuturuq. Məsəl üçün nə yazıram bura? Elə qisas almağa baxaq. Bax, qisas almaq. Düzdür? Məsələn, qisas aldım. Qisas aldım. Bax ki, qisas alacağam. Qisas alacağam. Alacağam. Ha, bu formada. İndi bunun birinci tərəfini dəyişək. Məsəl üçün, qisasımı aldım. Qisasımızı aldıq. Bax, fikir edirsiniz, aldıq. Qisasınızı aldıq, aldılar və s. Bu iki tərəfində nədir? Görürsünüz ki, formasını dəyişmək mümkündür. Burada bir şey də nəzərinizə çatın. Bəzən bu frazo birləşmənin ortasında, yəni birinci tərəfindəki sözün müxtəlif formada işlədəndə cümlənin formasına təsir edə bilir. Məsəl üçün, xoşum gəlir. Yazıram ki, mənim səndən xoşum gəlir. Xoşum gəlir frazo birləşmə. Düzdür? Mənim xoşumdakı mənsubiyyət kimindir? Mənimindir. Yəni bu söz birləşməsinin tərəfidir. Üçüncü növ təyini söz birləşməsidir. Parçalı, xeyr parça birləşdirdik. Arasında nə söz qalsa da yenə qalır. Hamısı birdə olur xəbər. Və bu cümləyə mübtədə qoya bilmədiyim üçün bu cümləyə mən deyirəm şəxsiz cümlə. Şəxsiz cümlə. Amma bəzən baxın, xoşum gəlir frazo birləşməsini, xoşuma gəlir formasına salanda sonra nə xoşuna gəlir. Bu cümləyə, bu tipli nümunələrə. Yəni bunlara mübtədanın sualını vermək olur. Məsələn, mənim səndən xoşum gəlir, mübtədanın sualını vermək mümkün deyil. Amma xoşuma gəlir nə? Tutaq ki, film. Film xoşuma gəlir. Nə xoşuma gəlir? Film xoşuma gəlir. Bax, bu nümunədə bəzən frazo birləşmələrin tərkibində belə dəyişikliklər gedəndə diqqət eləyin. Məsələn, xoşum gəlir, tutaq ki, şəxsiz cümlənin xəbəri olur. Amma xoşuma gəlir, görürsünüz ki, müəyyən şəxs cümlənin xəbəri ola bilir. Yəni, müxtəlif formalarda işlənmək, dediyimiz kimi, onun tərkibindəki qrammatik şəkilçilərə görə formalaşır. Frazo birləşmənin əsas və asıl tərəfi olmur. Buna görə də bu birləşmələrdə bir tərəfdən də yenə sual vermək olur. Bu xüsusiyyətinə görə də bir cümlə üzvü formasında çıxış edir. Bir cümlə üzvü və sadə. Yəni, sadə vahid deyirik buna, düzdür? Sadə cümlə üzvü deyirik. Yəni, bunlar əsas və asıl tərəf olmalı. Məsələn, tutaq ki, dəyişənlərin əsas və asıl tərəfi olur. Yəni, tərəfləri dəyişə bilirsə, bunun əsas və asıl tərəfi olur. Amma dəyişməyən frazo birləşmə, tutaq ki, dilotu yemək deyəndə, dilotu yemək. Bilirsiniz, bunların niyə əsas və asıl tərəfi? Çünki həqiqi mənada işlənməyib. Yəni, həqiqi mənada işlənməyən bir şeyin, həqiqi mənada olmayan bir şeyin əsas və asıl tərəfi olmaz. Çünki bunlar öz həqqiliyindən çıxıblar. Yəni, həqqiliyindən çıxan bir şey necə sual verə bilərsən? Yəni, əsas və asıl tərəf kimi. Necə formalaşdıra bilərsən ki, bax, bu əsas tərəfdir, bu asıl. Yəni, bu özündə deyil, yəni özü deyil bu. Özü olmayan şeyi də öz sualını verə bilmir. Yəni, bu kimi xüsusiyyətə görə yadda saxlayır ki, yəni, öz həqiqi funksiyalarını yerinə yetirmədiyi üçün, bunlar, belə deyək ki, törəmə bir məcazi məna ifadə etdiyi üçün, bunlarda əsas və asıl tərəf terminini işlətmirik. Bax, bunu da yadda saxlayırıq.
Bunu bu haqda yuxarıda məlumat verdik. Bəli, frazol birləşmələri daha çox feili xəbər olur, yəni təsriflənən formada olur. Çünki biz bunu feil bölməsinə keçmişik. Amma təsriflənməyən formada olanda digər cümlə olanda çıxış eləyir. İndi gərək bax, əsas bir bəzən məsələdə oxuna. Deyirik ki, çox zaman etmək, eləmək, olamaq deyil. Frazol etmək, eləmək, olmaq. Frazoli birləşmələrin, belə deyək ki, tərəflərinin ifadə vasitəsi olmur bunlar. Bəli, bu doğru fikirdir. Amma bəzən elə olur ki, bunların vasitəsi ilə və bunlar da yəni həqiqi mənada, məcazi mənada işlədəndə, məcazi mənada funksiyası daşıyanda frazoli birləşmənin tərəflərində ola bilirlər, yəni əmələ gətirə bilirlər. Məsəl üçün, yazaq bura tutaq ki, məsələn, üzünə ağ olmaq, ağ olmaq. Frazoli birləşmə ola bilər, bəli. Tutaq ki, ağ eləmək. Ağ eləmək. Yəni, ağ elədin də artıq da həddini aşdın mənasında. Ağ etdin, məsələn, bu formada ola bilər. Düzdür, məsələn, tutaq ki, arası olmaq, məsəl üçün, arası olmaq. Məsələn, mənim ondan aram yoxdur. Düzdür, yəni münasibət mənasında arası olmaq bu formada. Tutaq ki, ayaqda olmaq. Ayaqda olmaq. Bu nədir? Artıq tutaq ki, yəni dik durmuşam, ayaqda mənasında. Yəni, görürsünüz, obrazlı ifadə, yəni burada hələ də müdafiə eləməyə, ya da mübarizə aparmağa hazıram mənasında. Tutaq ki, göz olmaq. Göz olmaq. Nədir bu? Məsələn, nəzarətdə saxlamaq mənasında. Tutaq ki, özündə olmamaq. Bənd olmaq. Məsələn, bənd olma, baş qoşma mənasında. Bənd olmaq, bənd olmamaq. Bu formada nədir? İşlədə bilərik. Sonra, məsəl üçün, başdan eləmək. Başdan eləmək, yəni oyun eləmək də fırlatmaq mənasında. Məsələn, ürək etmək, risk etmək mənasında. Ürək etmək, ürək etməmək mənasında. Məsələn, sifət eləmək, sifət eləmək, üz göstərmək mənasında. Yəni, sifət eləmədə ağız burun əymək mənasında işlədirik bəzən ki, bu formada göstərilmirsə. Məsələn, bir işdə əli olmaq, məsələn, əli olmaq. Onun bu işdə əli var, düzdür, əli olmaq mənasında. Mənim bu işdə əlim olmayıb. Məsələn, ciyərli olmaq, ciyərli olmaq, ürəkli mənasında, ürəkli olmaq mənasında, yəni qorxmamaq mənasında işlədə bilərik. Məsələn, adı dillərdə dastan olmaq, adı dillərdə dastan olmaq, dastan olmaq. Bu nə deməkdir bu? Məşhur olmaq mənasında bunu deyə bilərik. Məsələn, tutaq ki, qanını qəltan etmək, qanını qəltan etmək mənası. Sonra sipər etmək. Sipər etmək, canını sipər etməkdə. Özünü İsrafil Məmmədov sinəsini sipər etdi. Və s. bu formada göstərir. Məsələn, qan eləmək. Qan eləmək dedik, qan eləyəcək episod. Düzdür, yəni uğur qazanmaq mənasında. Və s. bu formada. Yəni bəzən yadda ki, əsasən etmək, eləmək, olmaq, sonra bu namaz qılmaq mənasında ki, qılmaq ərəbcə feildir. Bu etmə eləməyin sinonimidir. Bu kəlmə tutaq ki, dərd qılmaq, çarə qılmaq. Yəni bu formalarda da bunlar mürəkkəb feil sayılır. Məsələn, kömək etmək, düzdür, söhbət eləmək, tutaq ki, tələbə olmaq, şagird olmaq və s. Bunlar mürəkkəb feil sayılır, frazol birləşmə sayılır. Amma bəzən görürsünüz ki, yəni obrazlı, məcazi mənada ifadə olunan bəzi birləşmələrin tərkibində frazol birləşmənin tərəfləri ola bilir. Bunu da yadda saxlayaq. İndi gəlir testlərdə ən çox toxunulan məqamlardan biri də frazoloji birləşmələrdə amonimlik, sinonimlik, antonim xüsusiyyətlərinin malik olması, bunlara toxunmaq. Yadda saxlayın ki, yəni leksikada biz amonimliyi necə müəyyənləşdiririksə, frazol birləşmələrdə də o formada. Yəni amonim nədir? Yazılışı, deyilişi eyni, yəni başlanğıc sonrası eyni, mənaları tamamilə fərqlənən sözləri deyilir. Düzdürmü? Tutaq ki, nə yazırıq bura? Məsələn, dağ sözü yazıram bura. Dağ sözü yazıram, gül sözü yazıram. Bunların mənaları amonim olanda necə bir-birindən fərqlənirsə, yəni frazoloji birləşmələrdə amonimlikdə də eyni məsələ olmalıdır. Yəni mənalar tamamilə fərqlənməlidir. Məsələn, frazoloji birləşmə amonimlikdə nə yazaq bura? Tutaq ki, yazıram bura. Hər kəsin belə daha çox bildiyi, məsələn, can vermək ifadəsi. Can vermək ifadəsi. Məsələn, can vermək bir var, tutaq ki, dirilmək mənasında. Dirilmək mənasında. Bir də var ölmək mənası. Fikir versən, mənaları tamamilə başqa-başqa. Düzdür, mənaları bir-birinə ziddi, amma olsun başqa-başqa mənalardır. Sinonimlik, yenə həmçinin. Məsələn, frazol birləşməndə biz sözlərin sinonimini də bilirik. Yazılışı, deyilişi müxtəlif, mənaları ya eyni ya da bir-birinə yaxın. Yəni, frazol birləşmənin də sinonimi
Frazoloji bil. Məsələn, necə ki, sifətin sinonimi sifət olmalıdır, ismin sinonimi isim olmalıdır. Frazoloji birləşmənin sinonimi də frazoloji birləşmə olmalıdır. Frazoloji birləşmənin antonimi də frazoloji birləşmə olmalıdır. Yəni, frazoloji birləşmənin antonimi başqa nitqçəsi ola bilməz. Başqa söz ola bilməz. Ancaq və ancaq frazoloji birləşmənin antonimi nə olmalıdır? Frazoloji birləşmə olmalıdır. Frazoloji birləşmənin sinonimi nə olmalıdır? Frazoloji birləşmə olmalıdır. Amonimli necə olmalıdır? Yazılış, deyiliş, başlanğıc forma eyni, amma mənalar tamamilə fərqli olmalıdır. Məsəl üçün, tutaq ki, bura üz vermək. Üz verəcək. Bəzən deyirik, üz verdici astar istəyir, üz verdici astar istəyir. Düzdür, bir də var, baş vermək mənasında. Bədbəxt hadisə baş verdi. Bu formada bunu işlədə bilərik. Sonra işə düşmək yazırıq bura. Məsələn, işə düşmək. Məsələn, işə düşmək problemlə qarşılaşmaqdır. Problemlə, məsələn, problemlə üzləşmək. Bir də var, məsələn, motor işə düşdü. Motor işə düşdü. Yəni, işləməyə başladı mənasında deyə bilərik. Sonra ürəyi yanmaq. Ürəyi yanmaq. Məsələn, ürəyi yanmaq yazığı gəlmək mənasındadır. Yazığı gəlmək mənasında. Bir də var, susundan ürəyim yanır. Susamaq mənasında. Susamaq mənasında nədir? Bunu işlədə bilərik. Fikir verirsinizsə, mənalar tamamilə başqa-başqa mənalar. Məsələn, başa vurmaq yazıram bura. Başa vurmaq. Məsələn, bir var bitirmək mənasında. Bitirmək mənasında. Nəyisə bitirdim. Düzdür? Bir də var. Nəyisə minnət eləmək. Yəni, yaxşılıq eləysən, onun başına vurursan. Məsələn, başına vurmaq. Elədiyin yaxşılıqları başqasının başına vurmaq mənasında. Minnət etmək mənası cümlədə işlədə bilərik. Məsələn, söz vermək. Söz vermək. Biri var, çıxış üçün kiməsə söz verirsiniz. Çıxış üçün verilir söz filan kəsə. Bir də var, nəyisə eləyəcəyinizə əhd eləmək mənasında. Məsələn, bu işi görmək üçün, yəni əhd etmişəm ki, söz vermişəm ki, yəni bu işi yerinə yetirmək üçün söz vermişəm, əhd etmişəm. Bu formada, yəni əməl edəcəyinizə söz verirsiniz. Yəni belə, frazoloji amonimlər haqqında bu qədər. Deməli, yazılış, deyiliş eyni, mənalar tamamilə nədir? Fərqli olmalı. İndi gələk frazoloji sinonimliyə misal göstər. Yenə dediyim kimi, tutaq ki, məsələn, dəridən qabıqdan çıxmaq, bax, dəridən qabıqdan çıxmaq, dəridən, tutaq ki, qabıqdan çıxmaq. Bunun mənası çox işləmək demək. Düzdür? Çox işləmək bunun sinonimi deyil. Bax, tutaq ki, mənası budursa, çox işləmək. Mən buna sinonim deyə bilmərəm. Niyə? Çünki çox işləmək frazoloji birləşmə deyil. Bunun sinonimi frazoloji birləşmə. Məsələn, necə yaza bilərəm? Canını oda yaxmaq. Canını oda yaxmaq. Bax, bu bunun sinonimidir. Və ya gecəsini gündüzünə qatmaq. Dəridən qabıqdan çıxmaq. Bax, görürsünüz, gecəsini gündüzünə qatır, yəni durmadan işləyir mənasında. Durmadan işləyir, onun ifadə etdiyi mənadır. Sinonimi deyil. Çünki bu həqqi mənadadır. Çox işləmək yenə həqqi mənadadır. Amma canını oda yaxmaq, gecəsini gündüzünə qatmaq, dəridən qapıdan çıxmaq, görürsünüz, tərəfləri, bu birləşməni təşkil edən sözlərin hər biri öz həqqi mənasını itirib bir vahid məna ətrafında nədir? Birləşiblər. Yəni, bunlar hamısı frazoloji birləşmədir. Məsələn, deyirəm ki, sözünü yerə salmaq. Sözünü yerə salmaq. Yəni, burada heç bir söz yerə düşmür. Yəni, aydın olur. Bu, görürsünüz, yəni bunu saymamaq mənasındadır. Bunun mənası saymamaqdır. Amma mən bunu frazoloji birləşmə kimi işlətsəm, qulaq ardına vurmaq. Qulaq ardına vurmaq. Fikir verirsə, bu da məcazi məna ifadədir, bu da mənadır. Çünki həqqi mənanın yaxından uzaqdan əlaqəsi yoxdur. Məsələn, deyirəm, ürəyi istəmək. Ürəyi istəmək. Məsələn, bir də var, könlündən keçirmək. Könlündən keçirmək. Məsələn, ürəyi istəmək, tutaq ki, xoşlamaq mənasında. Könlündən keçirmək yenə o mənada nədir? İşlədə bilərik. Məsələn, tutaq ki, qəlbinə dəymək. Qəlbinə dəymək. Bunun mənası nədir? İncitmək. İncitmək sinonimidirmi? İncitmək sinonimidirmi? Xeyr. Bunun sinonimi nə olacaq? Tutaq ki, könlünü sındırmaq, qəlbini qırmaq. Qəlbini qırmaq. Qəlbini qırmaq, könlünü sındırmaq, könlünü sındırmaq və s. Deməli,
incitmək mənasını ifadə etsə də incitmək sözü bunun sinonimi deyil. Bunun sinonimi özü frazeoloji birləşmə olduğu üçün bunun sinonimi də mütləq nə olmalıdır? Frazeoloji birləşmə olmalıdır. İndi gəlirik frazeoloji birləşmədə antonimlik. Yəni sinonimlik nə idi? Yaxın məna. Düz antonimdə zidd məna, tamamilə zidd olmalıdır bir-birinə. Bunun mənaları bir-birinə zidd olmalı. Məsələn, dil ötmək nədir? Dil ötmək, çox danışmaq. Düzdür, bunun antonim nə idi? Bir an əvvəl var idi. Ağzına su alıb oturmaq. Ağzına su alıb oturmaq. Susmaq mənası. Bu bunun antonimidir. Fikir verdiniz? Ayısı. Məsələn, qəm dəryasına batmaq nədir? Qəm dəryasına batmaq üzülmək mənasındadır. Düzdür? Üzülmək bunun sinonimi deyil. Sadəcə mənası var. Amma indi bunun əksi nədir? Sevinmək mənası ifadə edən qanad açıb uçmaq mənasında. Qanad açıb uçmaq mənasını ifadə edə bilərəm. Bəli, gördünüz? Tamamilə bir ziddir. Yəni sevinmək, kədərlənmək. Fikir verdiniz, bir-birinə zidd. Yəni necə ki, sevinməklə kədərlənmək bir-birinə antonim olan feillər də düzdür. Necə ki, bəli, qəm dəryasına batmaq da, qanad açıb uçmaq da bir-birindən antonim frazeoloji birləşmə. Yəni bunlar bir-birindən frazeoloji birləşmə olur. Məsələn, xoşu gəlmək, bəyənmək mənasındadır. Bunun əksi nə olacaq? Bəyənməmək, zəhləsi getmək. Zəhləsi getmək. Yəni yadda saxlayın ki, qısacası frazeoloji birləşmələrin sinonimi, antonimi mütləq nə olmalıdır? Frazeoloji birləşmə olur. Yəni isimlə frazeoloji birləşmə sinonim, antonim ola bilməz. Sifətlə tutaq ki, frazeoloji birləşmə, feillə frazeoloji birləşmə antonim, sinonimliyi yarada bilməz. Bunu da mütləq şəkildə yadda saxlamaq lazımdır. İndi gəlirik frazeoloji birləşmə kimi işlənə bilən sabit söz birləşmə, bir də həm də həqiqi mənada işlənə bilən sərbəst ifadələr. Biz bunu necə ifadə edəcəyik? Bəzən olur ki, normal bildiyimiz bir birləşmə həm həqiqi mənada ifadə oluna bilər, həm də məcazi mənada ifadə oluna bilər. Məsələn, deyirəm ki, məsələn, ağac yanıb töküldü. Ağac yanıb töküldü. Yəni, burada həqiqi yanmaq da var, həqiqi tökülmək də var. Amma deyirəm ki, hirsimdən yanıb töküldüm. Artıq burada mən hirsimdən yanıb tökülə bilməm. Burada görürsünüz, məcazi ilə başqa bir məna var burada. Yəni əsəbləşmək mənasında. Düzdür? Burada həqiqi yanıb tökülmək var. Burada isə həqiqi yanıb tökülmək yoxdur. Məsələn, hamının bildiyi burnunun ucu göynəmək mənasında. Burnunun ucu göynəmək mənasında. Göynəmək. Yəni burada burnunun ucu soyuqdan göynəyə bilər. Düzdür? Bir də var, bunun darıxmaq ifadəsi də var. Darıxmaq. Bu darıxmaq mənasını verəndə olur frazeoloji birləşmə. Amma üşümək mənasında, donmaq mənasında olanda, donmaq mənasında artıq burnunun ucu, həqiqətən də burnunun ucu soyuqda görürsünüz, burnunun ucu üşüyür, donur mənasında. Burada artıq bu belə olur, bu da bu formada göynəmək də nədir? Ağrımaq mənasında həqiqi mənalı, sabit, belə deyək ki, sərbəst ifadələr nədir? Rolunda çıxış eləyə bilir. Məsələn, başına vurmaq məsələsi. Başına vurmaq. Bir an əvvəl amonimini yazdıq. Məsələn, tutaq ki, nəyisə başa vurmaq eləyəndə, məsələn, kitabı tutaq ki, kitabı uşağın başına vurdu. Uşağın başına vurdu. Bir də var, etdiyi yaxşılıqları onun başına vurdu. Onun başına vurdu. Başına vurdu. Fikir verdiniz, yaxşılığı necə başına vura bilərsən? Yaxşılıq nəsə bir şey, bir məfhum varlıq deyil ki, götürüb onun təpəsinə vurasan. Amma kitab bir məfhumdur, varlıqdır, götürüb onun təpəsinə vura bilirsən. Düzdür? Deməli buradakı həqiqi mənadır ifadə olaraq, buradakı isə həqiqi məna yox, məcazi mənalı ifadələrdir. Bəli, əziz həmkarlar, əziz abituriyentlər, əziz müəllimlər, əziz müəllim olmaq istəyən, MİQ-ə hazırlaşan müdavimlər, bununla da bu mövzunu yekunlaşdırdıq. Ümid edirəm, az da olsa sizlərə faydası olacaqdır. Yəni, frazeoloji birləşmələrdə nələrə diqqət eləmək lazımdır? Bu kimi xüsusiyyətləri sizlərə sadaladıq. Yəni, suallarda qarşınıza çıxanda əsasən diqqət edin. Bir var, ifadə etdiyi məna. İfadə etdiyi məna, bəli, bir sözlə bunu vurğulaya bilərik. Amma əsas nəyə deyəcəyik? Bəli, onun sinonimliyini, antonimini fikir verəcəksiniz.
Hələ antonimlik deyəndə frazol birləşmədə hökmən mütləq frazol birləşmə seçməlisiniz. Sinonimlik deyəndə mütləq hökmən nədir? Bunun sinonim olaraq frazol birləşməni tapmalısınız. Amonimlikdə mənası da tamamilə bir-birinə zidd olmalıdır. Tərkibcə sabit, yəni dəyişməyən mənası dedikdə də tərəflərini təşkil eləyən dəyişməməlidir. Məsələn, hirsi başına vurmaq frazol birləşmənin mənasında əsəbləşmək. Düzdür? Həqqi mənada hirs başa vurmur. Onlar həqqi mənanı itirirlər. Hirslənmək mənasını ifadə etmək üçün bu 3 dənə söz birləşib. Əsəbləşmək mənasını ifadə etmək üçün 3 dənə söz birləşib. Bu formada nədir? Bunu deyə bilər. Bir də bəzən olur ki, bax deyirəm ki, tərəfləri məcazi mənada. Bəzən ola bilər ki, məsələn, frazol birləşmənin tərəflərindən biri həqqi, biri məcazi mənada ola bilər. Məsələn, necə yazıram bura? Fikrə getmək. Fikrə getmək. Düzdürmü? Və burada fikir sözü həqqi. Amma mən fikrə gedə bilərəmmi? Xeyr. Yəni bu söz nədir? Fikirləşmək. Fikirləşmək. Məsələn, tutaq ki, sual vermək. Sual vermək. Yəni mən bunu sualı əlimlə tutub verə bilmirəm. Sadəcə mən bunu soruşuram. Soruşuram. Bax fikirləşirsiniz, bəzən məsələn cavab vermək. Cavab vermək. Bəzən sizi çaşdıra bilər bu kimi məqamlar ki, mən məsələn, sualdır, cavabdır, burada məcazi mənada deyil ki, sadəcə bunlar bu ikisi bir yerdə, məsələn, cavablamaq mənasında, cavablamaq, soruşmaq və s. Yəni, bunlar ikisi bir yerdə bu ifadəni ortaya gətiriblər. Yəni, bu məcazi mənada ifadə ikisi bir yerdə əmələ gətiriblər. Yəni, mən harasa getmirəm, xəyala dalıram. Düz görürsünüz, xəyala dalmaqda xəyal var, amma dalmaq sözü burada obrazda. Yəni, ikisi bir yerdə nədir? Frazol birləşməni əmələ gətiriblər. Yəni, bəzən qarşınıza belə məqamlar çıxa bilər ki, məsəl üçün, bəs nə oldu? Deyirik ki, tərəfləri hamısı öz həqqi mənanı itirməli, amma bəzən belə məqamlar, situasiyalar ola bilər ki, frazol birləşmənin tərkibindəki sözlərdən biri məcazi, biri az-çox da olsa öz həqqiliyini qoruya bilir. Amma buna baxmayaraq, bunların ikisi bir yerdə. Yəni, görürsünüz, bir məna ilə. Mən frazol birləşməni bir məna ilə ifadə edə bilirəm. Sərbəst söz birləşmələrində belə bir şey yoxdur. Çünki onların öz həqqiliyini qoruyaraq hərəsinin ağırlığı var. Amma frazol birləşmələrdə isə bu ağırlıq demək olar ki, yoxdur. Bu ağırlıq olmadığına görə bunların əsas və asıl tərəfi olmur. Düz məsələn, kimya kitabını mən necə bir sözlə əvəz edə bilərəm? Vəsait başqa şeydir artıq və ümumidir. Çünki kimya kitabı konkretdir. Mən bunu ifadə etmək üçün bir dənə sözdən belə deyim ki, onu tam əhatə edəcək, onu tam ifadə edəcək söz tapa bilmərəm. Amma tutaq ki, cavab verməyi cavablamaqla, görürsünüz, bu tərəfi saxlamaqla bunun forma gedir. Tutaq ki, fikrə getməyi fikirləşməklə nədir? İfadə eləyə bilirəm. Tutaq ki, məsəl üçün, bir an əvvəl dediyimiz kimi, məsələn, özündən çıxmaq. Özündən çıxmaq. Bu nədir? Əsəbiləşmək. Əsəbiləşmək. Düzdür? Görürsünüz, bunların mən özümdən çıxmıram ki, harasa. Düzdür? Yəni, burada nə özü var, nə də çıxmaq prosesi var. Özümdən necə çıxa bilərəm mən? Amma görürsünüz, bunu bir formanı, bir dənə sözlə tamamilə ifadə eləyə bilirəm. Bax, bunu da vurğulamış olduq. Əgər bu dərs sizin üçün faydalı oldusa, videonu bəyənməyi, kanalı izləməyi unutmayaq. Daha çox mövzuların izahını istəyirsinizsə, rəy bölməsində, hansı mövzunun izahını istəyirsinizsə, rəy bölməsində o haqda məlumat verə bilərsiniz. Sağ olun, növbəti izahlarda görüşmək ümidi ilə.